Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Bu yaxınlarda mən Füyuzat jurnalının saytında Füyuzat adlı bir köşə yazısı yazmışdım və orada qeyd eləyirdim ki, Əli bəy Hüseynzadənin hayqırtısı füyuzatçılıq milli təfəkkürün formalaşmasında önəmli bir mənbə rolunu oynadı. Bu gün biz füyuzatçılıqdan danışacağıq. Çünki bəzən füyuzatçılıq anlayışını sırf bir mətbuat hadisəsi kimi dəyərləndirmə hallarına rast gəlirik. Amma füyuzatçılıq ayrıca bir fəlsəfə və dünya görüş formasıdır. Həm də eyni zamanda Mimta yayımları tərəfindən dərc edilən Füyuzatçılar kitabı var. Onun haqqında danışacağıq və mənim qonağım əməkdar jurnalist, Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri üzrə doktor Qərənfil Dünyamin qızıdır. Qərənfil xanım, xoş gəlmisiniz. Sağ olun. Qərənfil xanım, füyuzatçılıq barəsində siz də görürsünüz, müxtəlif müzakirələr aparılır. Əvvəlcə Azərbaycan milli məfkurəsi və düşüncə tarixində füyuzatçılığın önəmi nədən ibarətdir? Əvvəla çox gözəl qeyd elədiniz ki, füyuzat yalnız mətbuatda yenilik etmədi. Yalnız mətbuata gəlişi ilə yox. Füyuzat düşüncələrimizə türkçülüyü, turançılığı, bu siyasi xətti gətirdi füyuzat. Bu çox önəmli. Təbii. İkinci, füyuzat bir ədəbi məktəb yaratdı. Ədəbi məktəbin yaranması yalnız mətbuatın zənginləşməsinə təsir eləmir ki, ədəbi məktəbin yaranması ədəbiyyatımızın, mədəniyyətimizin və ən əsası ictimai fikrimizin formalaşmasına, yaranmasına. İctimai fikri kim yaradır? Jurnalistlər, mətbuat, ədəbiyyat, mədəniyyət, təbliğat. Deməli, bu ədəbi məktəbi yaratmaqla ictimai fikri yaratdılar və sonra onu formalaşdırdılar, yaydılar. Bax, bu baxımdan füyuzatın yaranması çox gözəl qeyd elədiniz ki, yalnız bir mətbuat hadisəsi deyil. Füyuzatın yaranması 20-ci əsrin əvvəllərində həm də böyük türkçülüyə, turançılığa gedən yoldan keçdi. Müstəqilliyə gedən yolu başlanğıcı oldu. Bizim hörmətli akademikimiz Kemal Talıbzadə yazır ki, Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol füyuzatdan başladı, həyatdan başladı. 1905-7-ci illərdən başladı. Çünki həyat, füyuzat əslində Əli bəy istədiklərini, yəni o türkçülüyü, o turançılığı, azadlığı, müstəqilliyi, o böyük turanı həyatda başladı. Onun həyatda silsilə şəklində məqalələri çap olundu. Türklər kimdir və kimlərdən ibarətdir? Bax, buradan başladı. Sadəcə o fikrini geniş şəkildə füyuzatda təbliğ elədi. Sadəcə füyuzatda o düşüncəli insanları ətrafına yığa bildi və xoşbəxtlikdən o düşüncəli insanlar yalnız bizim məmləkətimizdən yox, Türkiyədən gələn yazarları da, Abdullah Cövdət, Həsən Səbri Ayvazov, Əhməd Kamal və digər elə Nigar xanım, Türkiyə yazarımız xanım idi və füyuzatın yeganə xanım yazarı olub. Bax, bunlar böyük o turanı açdılar, böyük o turançılığı, o siyasi xətti Azərbaycanda füyuzatla başladılar geniş şəkildə təbliğ eləməyə. İndi fikir verin, füyuzat cəmi bircə il yaşadı, cəmi 32 sayı çıxdı, amma füyuzatçılıq yaşadı. Füyuzatçılığa fikir verin, eynən füyuzatın qoyduğu konsepsiyanı davam elətdirdi, yeni füyuzat. Əhməd Kamalın redaktorluğu ilə, Şəlalə, Həsən Səbri Ayvazovun redaktorluğu ilə, Açıq Söz, Məhəmməd Əminin redaktorluğu ilə, Dirilik və s. və ilaxıra qəzetlərimiz, jurnallarımız füyuzatın qoyduğu bu konsepsiyanı, bu yolu geniş şəkildə davam elətdirdilər. Əslində Qərənfil xanım, çox maraqlı bir məqama toxunursunuz. Deməli, cəmi 32 sayı işıq üzü gördü, amma bütün füyuzatçılar, Əli bəy Hüseynzadə başda olmaq üzrə, Məhəmməd Hadi olsun, Əliqulu Qəmküsarlar, digərləri, onu tarixdə böyük bir iz qoydular. İndi mən düşünürəm ki, füyuzat əgər 32 sayı yox, daha çox işıq üzü görsəydi nələr ola bilərdi? Görün nələr olardı. Və görün, füyuzatın qoyduğu konsepsiya nə qədər böyük bir konsepsiya olubdur ki, Sovetlər işğaldan dərhal sonra daha çox təqibə, təhqirə, sürgünə, həbsə, güllələməyə məruz qalan füyuzat ədəbi məktəbini yetirmə romantiklər oldu. Və Sovet mətbuatında, ədəbiyyatında bu konsepsiya nəinki yazmaq, hətta düşünənlər repressiyaya məruz qaldı, ağlından keçirənlər. Görün, necə böyük, ali bir konsepsiya qoymuşdu ki, Sovetlər o qədər ondan qorxdular, oddan qorxan kimi. Və onu məhv eləmək istədilər, amma eləyə bilmədilər. 100 il sonra
Füyuzat Bu gün başladı. Füyuzat var. Bəli, bu gün Füyuzat var. Bu gün füyuzatçılıq var. Bu gün türkçülük, bu gün bizim bütün türk dünyasının yaranması uğrunda mübarizə gedir. Və elə bu kontekstdə həm də çox maraqlı bir məqam odur ki, Bəli. sizin Füyuzatçılar kitabınız Mimta Bəli. yayımları tərəfindən dərc olunub. Təbii ki, kitabı istəyənlər əldə edə bilərlər. Amma istəyirəm qısaca Çox siz gözəl. orada hansı məqamlara toxunmusunuz, onu vurğulayasınız. Çox yaxşı. Əvvəla buna görə mən elə Mimtaya təşəkkürümü bildirirəm. Ümumiyyətlə bu fonda Füyuzat jurnalına, İşıq jurnalına təşəkkürümü bildirirəm. Niyə? Keçmişi bu günə daşımaq. O gözəl bir söz var. Tarixdən biz ibrət götürməliyik, dərs götürməliyik ki, o səhvləri bir də təkrar eləməyək. O təkrarlamamaq üçün, o ibrəti götürmək üçün mən bu yazdığım yazıları gənclərə çatdırmaq üçün Füyuzata, İşığa çox böyük təşəkkürümü bildirirəm. Çünki necə yazıram elə də verirlər. Yəni maşallah mən orada heç bir belə fikrimi, sözümü elə necə istəyirəm elə də mən onu bugünkü gəncliyə çatdırıram. Biz bugünkü gəncliyi milli ruhda böyütməliyik, tarixdən dərs götürməyi və onlarda aşılamalıyıq. Dostunu, düşmənini tanımağı aşılamalıyıq. Biz onu bayrağına, vətəninə, dövlətçiliyinə sadiq olmağını təlbiyə etməliyik, aşılamalıyıq. Bax buna görə mütləq gərək dünəni biləsən ki, deyir bu günü düzgün istiqamətləndirə biləsən. Buna görə mən təşəkkür edirəm. Qaldı ki, mənim Füyuzat kitabıma əvvəla qeyd edeyim ki, füyuzatçılar, bütün o füyuzatçılar ilk dəfə bir yerə yığıldılar. Onlar haqqında məqalələr çıxmışdı. Jurnallarda da, qəzetlərdə də, verilişlər də getmişdi təbii, pərakəndə. Amma onlar füyuzatçılar başda təbii ki Əli bəy Hüseynzadə olmaqla birinci dəfə onlar bir yerə yığıldılar və bir xanımımız da, Nigar xanım da, Nigar xanım haqqında da ilk dəfə elə mən Füyuzat jurnalında çıxış elədim. Amma kitablarda isə birinci dəfə elə Füyuzatda Nigar xanım haqqında yazı getdi. Əsas mənim məqsədim, məramım nə idi? Füyuzatın yaranması niyə yarandı? Axı heç nə birdən-birə yaranmır. Zəmin yaranır, şərait yaranır. Bayaq qeyd elədik, Cümhuriyyətimiz də birdən-birə yaranmadı. 5-7-ci il hadisələri Cümhuriyyətin yaranmasına apardı o yolu və nəticədə Cümhuriyyət yarandı. Füyuzatçıların da yaranması üçün, bax Əli bəydir, Abdullah Surdur, Hüseyn Caviddir və digər bizim yazarlarımız Türkiyədə təhsil alması, Gənc Türkçülər Dərnəyində olması, İttihad-ı Tərəqqi ilə yaxınlıq olmaları və orada daha mükəmməl təhsil əldə edərək oranın görkəmli alimləri ilə, filosofları ilə, yazarları ilə ünsiyyətdə olması onların tamamilə dünya görüşünə, həyata baxışını tamamilə dəyişdilər. Və nəticədə bizdə Füyuzat ədəbi məktəbi yarandı və Füyuzat jurnalı yarandı. Yeri gəlmişkən, mən izləyicilərimizə bu kitabımızı göstərmək istəyirəm. Sizlə biz efirdən əvvəl də söhbət elədik. Tərtibatı da kifayət qədər nəfis formadadır və mən hesab edirəm ki, həm tələbələr üçün, həm də eyni zamanda tədqiqatçılar üçün Qərənfil xanımın Mimta yayımları tərəfindən dərc edilən Füyuzatçılar kitabı çox dəyərli bir mənbə və qaynaq rolunu oynayır. Qərənfil xanım, mən verilişin əvvəlində vurğuladım ki, Füyuzat təkcə bir mətbuat hadisəsi deyildi, bir düşüncə hadisəsi idi. Həm də Azərbaycan milli dilinin formalaşmasına Füyuzatın böyük töhfələri olub. Bir filoloq kimi də istəyirəm bu mövzuya da bir toxunasınız. Uzun illər Sovet tədqiqatlarında füyuzatçılarla Molla Nəsrəddinçilər düşmən obrazında verildilər. Bəzən indi onu eləmək istəyirlər. Bəli, bu gün də. Əslində onların dilə yanaşma münasibətində fərq olsa da, amma onları bir-birinə çox gözəl bağlayan tellər var. Dil baxımından fərqli, tamamilə başqa-başqa yanaşmaları olub, düşüncələri olub. Amma biz hörmətli akademikimiz İsa Həbibbəylinin təbirincə desək, onların arasında Çin səddi olmayıb. Bax, dünya klassiklərinə yanaşmaq Əli bəydə də, Füyuzat ədəbi məktəbində də, Molla Nəsrəddin ədəbi məktəbində də eyni olub. Məsələn, Əli bəyin Tolstoyçuluq nədir? Silsilə yazıları çap olundu. Cəlil Məmmədquluzadənin Tolstoy yaradıcılığı haqqında Molla Nəsrəddində silsilə yazıları. Bəli, o Çar üsul idarəsinə qarşı mübarizə, azadlığımız, müstəqilliyimiz. Füyuzat da onu ortalığa qoydu, Molla Nəsrəddinçilər də onu ortalığa qoydu. Xalqın maariflənməsi,
Əli bəy deyirdi, ittihad tərəqqi. İttihad nədir? İttihad eləmək. Yəni tərəqqi eləmək üçün maariflənmək, elm, yenilikləri qəbul eləmək, dünyaya açılmaq, dünyanın Əli bəyin əksər məqalələrində Alman filosoflarının, Fransız filosoflarının digər istinadlar, necə gözəl istinadlar var. O cümlədən Cəlil Məmmədquluzadənin də. Deməli, bunları bir-birinə bağlayan tellər çoxdur. Dil baxımından füyuzatçıların dilinin qəliz olması, bu o demək deyil idi ki, bunlar arasında düşmənçilik var. Bunların ideya düşmənçiliyi var. Qətiyyən, hətta Ölülər 1916-cı ildə Cəlil Məmmədquluzadənin məşhur o Ölülər pyesi tamaşaya qoyulur 1916-cı ildə. Məmməd Əmin Rəsulzadə açıq sözün bir nömrəsini bura həsr eləyir. Həmin o nömrədə bu ölülər haqqında yazılan məqalələrin böyük əksəriyyəti romantik ədəbi məktəbin nümayəndələridir. Elə başda Cavid olmaq. Böyük əksəriyyəti. Məmməd Əmin Rəsulzadə olmaq. Məsələn, Məmməd Əmin Rəsulzadə o əsəri şah əsəri adlandırır. Cəlil Məmmədquluzadə yaradıcılığının şah əsəri adlandırır. Yəni, bax, bunları bir-birinə bağlayan tellər, bunların bir-birinə, və yaxud da Əli bəyin Molla Nəsrəddin və Dəbistan adlı məqaləsi. Orada Molla Nəsrəddinin necə gözəl o obrazını açır. Qərənfil xan, bir şey soruşum. Doğrudan o dövrdə füyuzatçılarla Molla Nəsrəddinçilər arasında tarixdə bir qarşıdurma halına biz rast gəlmirik. Bu hardan ortaya çıxdı? Bu Sovet dövrünün, niyə? Çünki Sovet dövründə romantikləri qəbul eləmədilər, Sovetlər. Niyə qəbul eləmədilər? Çünki romantiklər düşüncə azadlığını, söz azadlığını, fikir azadlığını və ən əsas böyük Turanı, türkçülüyü, böyük Turanı təbliğ edirdi füyuzatçılar. Təbii ki, Sovetlər bunu qəbul eləmirdi. Ona görə də mən çıxışımın əvvəlində də qeyd elədim ki, ölkəmizdə ən ağır təqibə, təhqirə, repressiya məruz qalan romantik ədəbi məktəbin nümayəndələri oldu. Bax, fikir verin, Hüseyn Cavid, Müşfiq, Əhməd Cavad, Ümmü Gülsüm xanım. Hansı ki, bunların hamısı füyuzat ədəbi məktəbinin yazarları idi. Yəni, füyuzat bağlanmışdı, füyuzatdan sonra çıxan jurnalların, yəni füyuzatçılığı davam elətdirən mətbu orqanlarının ən gözəl ən fəal yazarları idi. Ona görə Sovet dövrü tədqiqatlarında bunlar o qədər bir-birinə qarşı qoyuldular ki, düşmən münasibəti ilə. Amma şükürlər olsun ki, biz müstəqil olandan sonra arxivlərimiz açıldı. Artıq biz o sənədləri gördük, oxuduq, bildik ki, heç də bunların arasına çox böyük bir-birinə hörmət olub. Cəlil Məmmədquluzadənin də Əli bəyə, Əli bəyin də ona və bu sadaladığım məqalələr də sübutdur bir daha bunun üçün. Ümumiyyətlə, Qərənfil xanım, həm də 20-ci əsrin əvvəlləri füyuzat, həyat, işıq və ondan sonraki dövrdə Molla Nəsrəddin jurnalı mətbuat milli düşüncənin və eyni zamanda cümhuriyyətin yaranmasında, çarizmin süqut etməsində böyük bir rol oynadı, deyilmi? Təbii böyük bir rol oynadı. Əvvəla yenə qeyd eləyirəm, mən təkrarçılıq olmasın. Bu dövrdən danışanda dönə-dönə 5-7-ci illərə qayıdıram. Çünki 5-7-ci illərdən keçdi bizim füyuzata gedən yolumuz. 5-7-ci illərdən keçdi bizim müstəqilliyimizə qovuşmağımız. Bu 18-20-ci illər hadisələri heç də birdən-birə yaranmadı. Bax, 5-7-ci ildə ölkədə Əlimərdan bəy Topçubaşovun rəhbərliyinə islahatlar aparıldı, petisiyalar aparıldı. 5-7-ci illərdə İlk dəfə 1905-ci ildə oktyabr ayının 17-sində manifest imzaladı Nikolay. Doğrudur, hökumət bunu istəyərək eləmədi. Amma Rusiyada və onun ucqarlarında baş verən hadisələr artıq məcbur elədi. Lor dildə desək, onu küncə sıxdı hökuməti və bu azadlığı verdi. Bizim xoşbəxtliyimiz o zaman oldu ki, Əli bəy, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov, Mirzə Cəlil və digər bizim ziyalılarımız bu ələ düşən fürsətdən çox gözəl bəhrələndilər. Yəni, verilən bu mətbuat azadlığından, bu manifestdən çox gözəl bəhrələnib həyatı yaratdılar. Bu işlərdə də onlara dəstək oldu Hacı Zeynalabdin Tağıyev. Təbii ki, maliyyə olmasaydı, həyat da yaranmazdı, füyuzat da yaranmazdı və digərlər də xeyriyyə cəmiyyətlərimiz, xeyriyyə cəmiyyətlərinin əksəriyyətinin, qadın xeyriyyə cəmiyyətlərinin
rəhbəri Hacı Zeynalabdin Tağıyevin xanımı olub, sonra Tağıyeva olub. Və bu qəzetlərin, bu jurnalların çıxmasında maliyyənin ağırlığı Tağıyevin çiynində olub. Deməli, buna görə biz necə ki Əli bəylərə, necə ki Cəlil Məmmədquluzadəyə və digərlərinə təşəkkür eləyirik. Bir mənəvi borcumuz. O cümlədən də biz Tağıyevə. Çünki əgər bu ağırlığı çiyninə götürməsəydi, bunlar yaranmazdı. Bəs Qərənfil xanım, nəticədə bu gün həm də füyuzatçılıq bütün türk dünyasını birləşdirən bir ideoloji mayak kimi də dəyərləndirilə bilərmi? Yəni Türkiyədə əlbəttə ki, füyuzatı çox yaxşı tanıyırlar. Həm füyuzatçıların bir çoxunun sonrakı Türkiyə həyatı var, həm türk oxucusu Azərbaycan mətbuat tarixini daha yaxşı mənimsəyir. Amma digər Mərkəzi Asiya Türk Cümhuriyyətlərinə bu ideoloji xətti biz tanıda bilirikmi sizcə? Təəssüflər ki, digərlərində hələ o qədər də yaxşı tanıda bilməmişik. Amma hər şey təbliğatdan asılıdır, zamandan, məkandan asılıdır. Məsələn, biz heç uzaq keçmişə getməyək. 30 il, 40 il bundan əvvəl biz türkçülük, turançılıq deyə bilməzdik Sovetin dövründə. Və bu sözü deyənin 7 arxa dönəninin nəsli kəsilirdi. Amma biz bugün dövlətimizdə, xalqımızda, ziyalımızda, alimimizdə, tələbəmizdə böyük o Turanın yaranması uğrunda hər öz bacardığı işin qulpundan tutaraq mübarizə aparır. Deməli, işıq var. O yola çıxış var. Təbii yolun başındasansa o yolun sonunu qət etmək var. Buna görə ümidsiz olmayaq. Amma çox böyük təəssüflər ki, bax, necə ki 20-ci əsrin əvvəllərində o füyuzatçılara, o cümhuriyyətçilərə qənim kəsilən bizim Əli Heydər Qarayevlərimiz, Aynə Sultanovamız, Çingiz Yıldırımımız, Dadaş Bünyadzadəmiz, Qəzənfər Musabəyovumuz və s. və ilaxirələrimiz oldu. Öz dırnaqarası soydaşlarımız, dili bir, qanı bir. Çox təəssüflər ki, bu gün də füyuzatçılığı qəbul eləməyən, bu gün də Böyük Turanı qəbul eləməyən istəyənlərimiz var. Bax, biz bunlara qarşı mübarizə aparıb dövlətə, dövlətçiliyimizə dəstək olmalıyıq. O Böyük Turanın yaranmasına dəstək olmalıyıq. Qərənfil xanım, sonda yekuna doğru bir neçə sual da ünvanlamaq istəyirəm. Bunlardan birincisi, siz bu kitabda da mən oxumuşam, qeyd eləmisiniz bir neçə məqamda. Romantik, ümumiyyətlə romantiklər deyirik, o həmin axıma. Onun anlaşılmasının özündə də məncə biraz problemlər var. Düzdürmü? Biz romantik ədəbiyyat deyəndə ümumiyyətlə nəyi başa düşməliyik, nəyə diqqət etməliyik? Bilirsinizmi? Əvvəla o cərəyanlar 20-ci əsrin əvvəllərində hələ təzə-təzə gəlirdi. İnsanlar onu o qədər də dərk eləmirdi. Elə o ədəbi məktəb yarananda, füyuzat ədəbi məktəbi yarananda da heç o qədər ona münasibət yaxşı deyil idi. Niyə? Çünki o cərəyanı o qədər də dərk eləmirdi insanlar, bilmirdi o nəyi gətirir, nəyi təbliğ eləyəcək. Bilirsinizmi? Tək bu sahədə yox. Yenilik cəmiyyət tərəfindən heç də həmişə yaxşı qarşılanmayıb. Qətiyyən. Bir hissə onu çox yaxşı qarşılayıb, amma bir hissə ona qarşı həmişə çıxıbdır. Bu hər zaman belədir. Və məsəl bu günümüzlə müqayisə eləyək. Bu gün bu elmin, texnikanın inkişafını, məsəl kompüter texnikasını, onlayn jurnalistikasını qəbul eləməyən var. Hətta ziyalılarımız da var, yazarlarımız da var ki, bu yeniliyi qəbul eləmək istəmirlər. O əsrin əvvəllərində də elə idi. Amma bunu kimlər gətirdi, kimlər qəbul eləyirdi? Yüksək Avropa təhsili görmüş. Türkiyədə bayaq qeyd elədim. Həm təhsil görmüş, həm oranın yüksək ziyalıları ilə, siyasət xadimləri ilə, ictimai xadimləri ilə, alimləri ilə ünsiyyətdə olan adamlar. Yəni ona görə onlar o yeniliyi gətirdilər. Bu yeniliyin burada təbliği üçün də canlarını qoydular. Amma elədilər. Amma bünövrəni qoydular. Və xoşbəxtlikdən o bugün davam eləyir. Niyə onun qəbul edilməməsi, bayaq da qeyd edirəm, insanlar bilmirdi o nəyi təbliğ edir. Məsələn, bax, Əkinçi çap olunanda Həsən bəy Zərdabi xatirələrində yazır. Onu dərviş adlandırırdılar. Bəli, qaçırdılar, onu kafir adlandırırdılar. Sonra Molla Nəsrəddin çap olunanda hətta deyirdilər ki, o kafirdir. Onu nəinki alıb oxuyan, onu əlinə alanı bizim dırnaqarası din xadimlərimiz deyirdi, öldürmək lazımdır, tonqallara atmaq lazımdır. Çünki bilmirdilər maarif nədir, bilmirdilər mətbuat nədir, qəzet nədir, qəzetəçilik nədir, bu cəmiyyətə nə verəcək.
Amma buna baxmayaraq bizim ziyalılarımız bu ağırlığı, bu ağracını götürdülər çiyinlərinə və bu ağracını yaşadılar, amma bezmədilər. Xoşbəxtlikdən bu yoldan çəkinmədilər və bunu cəmiyyətə bildirdilər ki, nədir bunun faydası. Və Qəranfil xanım, biz ötən il Türkiyə səfərlərimizdən birində Əli bəy Hüseynzadənin Türkiyədə yaşadığı evə getdik. Onun orada davamçıları var idi. Söhbət elədik, Əli bəyin Türkiyə xatirələrindən danışdı. Əli bəy Hüseynzadə həm də Türkiyədə milli düşüncəyə çox böyük töhfələr verir. Çox böyük. Tək xoşbəxtlikdən Əli bəy yox, Əli bəyin ən yaxın amal yoldaşı deyək, söz yoldaşı, silah yoldaşı, yəni söz baxımından silah yoldaşı, məsləkdaşı Əhməd bəy Ağaoğlu. Bu iki şəxsiyyət Türkiyənin 20-30-cu illər həm ictimai həyatında, həm siyasi həyatında, həm ədəbi bədii həyatında çox böyük mühüm rol oynadılar. Çox. Məsələn, ilk dəfə orada deyək İnformasiya Nazirliyini Əhməd bəy Ağaoğlu yaratdı. İlk dəfə Əhməd bəy Ağaoğlu orada 20-30-cu illərdə fikir verin, Türk tarixi, Hindistan və Türkiyə, Türk konstitusiyası, mən kiməm, üç mədəniyyət və s. və ilaxırə əsərlərini yazdı. Burada o zamanki Türkiyənin ictimai siyasi həyatı açıldı, qoyuldu. Axın adlı qəzet yaratdı. Bir çox qəzetlərdə, məsələn, oranın məşhur Cumhuriyyət ki, bugün də yaşayır. O qəzetdə Əhməd bəyin, Əli bəyin nə qədər böyük məqalələri var. Yəni onlar, bilirsinizmi, onlar Türkiyədə vətən kimi baxırlar. Hətta xatirələrində də yazırlar ki, biz vətəndən vətənə getmişdik. Yəni biz mühacirət, mənə bir alim kimi, bir yazar kimi, bir vətəndaş kimi bu söz o qədər xoş gəlir ki, mən də bugün onların o ideyalarını davam elətdirərək, məsələn, Türkiyəyə gedəndə deyirəm ki, bir vətənin bu başından o başına getdim. O da mənimdir, bu da mənimdir. Və bu bütün Türk dünyası belə düşünməlidir. Əgər biz belə düşünəriksə, bayaq gözəl qeyd elədiniz ki, çox böyük təəssüflər ki, bəzi Türk ölkələrində hələ bu düşüncə o qədər də formalaşmayıb, hələ tərəddüd var, qəbul eləyim, eləməyim, qorxu var, o düşüncə, o köhnə qəlblənmiş, üzr istəyirəm, pas atmış düşüncələr beyinlərdən çıxarıla bilinmir. Əgər bunlar olarsa, indi təsəvvür eləyin, böyük bir Türk dünyası, basılmaz bir Türk dünyası, Avropa Birliyi var, niyə Türk Birliyi olmasın? Və bugün biz buna hazırıq, sözümüzlə, dünyaya çıxış mədəniyyətimizlə, güclü ordumuzla, Türk Dövlətləri Təşkilatı ilə biz bugün buna hazırıq. Ona görə Əhməd bəy Ağaoğlu çox gözəl qeyd edirdilər ki, biz mühacirətə getməmişik. Biz vətənin bu başından o başına getmişik. Təşəkkür edirik, çox sağ olun. Mən təşəkkür edirəm, sağ olun. Xatırladım ki, arxa planda mənim qonağım, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri üzrə doktor Qərənfil Dünyamin qızı idi. Biz füyuzatçılıq haqqında danışdıq, Füyuzatçılar kitabı haqqında danışdıq, amma Qərənfil xanım həm də Füyuzat dərgisində müxtəlif müəllif yazıları ilə, araşdırmalarla çıxış eləyir. Bizim təbii ki, Qərənfil xanımla ilk verilişimizdir, amma ayrı-ayrı füyuzatçılar haqqında da biz Qərənfil xanımla növbəti buraxılışlarda yenə izləyicilərin qarşısına çıxmağa çalışacağıq. Siz isə çalışın Füyuzat jurnalını oxuyun, Füyuzat az saytını və Füyuzat televiziyasını izləyin. Çünki Füyuzat elə bizim müzakirəmizdən də gəldiyimiz nəticə odur. Füyuzat təkcə ədəbi, mətbu bir hadisə deyil. Füyuzat bizim milli təfəkkürümüzün qayələrindən, mənbələrindən və maarifçilik hərəkatımızın ən önəmli ideoloji silahlarından biridir tarixdə və bu gün də bu irs davam edir. Sağ olun, salamat qalın.